Sənin özün başdan ayağa baxılası, yazılası, çəkiləsən, bir özündən danışsan necə olar? Redaktor Aziz Yeni Sabaha istinadən xəbər verir ki, bu sözləri Aşıq Telli Borçalı tarixin bir günü verilişində səsləndirib. O fikirlərinə belə davam edib. Bir balaca nəsə olan kimi fəallaşırlar, şirə bürünürlər, şirlə, fillə güləşirlər. Mənim quyruğumu basan kim olursa olsun deyirəm, mən onun başını basacam. Çünki axıra qədər gedirəm ki, axı sən kimsən? Sənin özün başdan ayağa baxılası, yazılası, çəkiləsən. Bir özündən danışsan necə olar? Aşıq ona söz atanlara da özünün söz öyrətdiyini bildirib. Sən mənim qədər söz bilmirsən. Mən sənin kimisinə söz yazdırıram. Kiməsə söz satıram. Söz qururam ki, belə yazmaq lazım deyil, belə yazmaq lazımdır. Sən günəşi başqa cür yazırsan, odu başqa cür yazırsan.